Salam değerli izleyicilerim. Uzun aradan sonra nihayet kargo videosuyla karşınızdayım. Bu dəfəki kargolarımda yine Temu'dan elde etmişəm. İşli pijama dəsti, qaşıq dəsti və qaşıqlıq elde etmişəm. Sizə bir açıb göstermek istəyirəm. Videoya keçməzdən əvvəl kanalıma abone olsanız çox sevinərəm. Videolarımı like etsəniz daha çox sevinərəm. Deməli bu pijama dəsti üçlü pijama dəstidir. Şalvar, şortik və köynəkdən ibarətdir. Mən bu dəstə 13 manat pul vermişəm. Yumuşaq dəsti M razmer vermişdim mən. Razmerdə doğru gəldi. Geyinib istifadə etmişəm. Sanki biraz diftiklənməyə meyillidir, amma hələ ki diftiklənməyib. Amma material çox gözəldir, yumuşaqdır. İç hissəsi isə bu cürdür. Göstərim sizə. Mən bəyəndim. Əgər istəsəniz linki videonun aşağı hissəsinə qoya bilərəm. Yenə ikinci pijama dəstim şortik mayka pijama dəsti olduğu üçün onu göstərmək istəmirəm. Amma həmin bu aldığım pijama dəsti ilə eyni materialdadır. Növbəti alış-veriş isə plastik qaşıq dəstidir. Daha doğrusu silikon qaşıq dəstidir. Mənim əvvəlki qaşıqlarım bu cür necə deyim, heç xoşa gələn bir materialı yox idi və mən onları artıq dəyişmək istədim. Onların çoxsu artıq həm yanıb, həm qırılıb. Düşündüm ki, artıq qaşıqları dəyişməyin vaxtıdır. Bu qaşıqları Temu'dan əldə etmişəm. Mən 11 dənə qaşıqdır, 11 dənəyə 11 manat elə pul vermişəm. Yenə təkrar edirəm, endirimdəkini əldə etdim. Tutacaq hissəsi taxtadan və qaşıqlı hissəsi isə silikondur və gördüyünüz kimi mən şəxsən materialını çox bəyəndim. Sadəcə bu fırçanın biraz taxta hissəsi, nəsə belə çubuqları biraz ələ batır, amma digərləri isə hamardır. Və qaşıqlıqların uc hissəsi də biraz belə deyək yumuşaqdır. Hər birini mən çox bəyəndim. İndi sizə yumuşaqlığını da göstərəcəm əlimlə. Görürsüz, bu hissəsi yumuşaqdır. Amma belə də mən hər birini çox bəyəndim. Bu isə kiçik maşadır. Bunu da Temu'dan 2 manata əldə etmişəm. Böyük maşam var idi. Kiçiyini də əldə etdim. Ölçüsünü də bu cür sizə göstəreyim. Möhkəm bir maşa dəstinə bənzəyir. Düşünürəm ki, əlverişli olar. Və bu da qaşıqlıqdır. Mənim deyəcəksiniz ki, bu qız nə qədər qaşıqlıq alır. Mənim bundan əvvəlki qaşıqlığım hamısı ağ idi. Digər qaşıqlığı isə yaşıl rəngdə idi. İstədim ki, hamısı eyni rəngdə olsun. Ona görə də yenisini aldım. Sonda videonu sona qədər izləsəniz artıq mən bunları necə yerləşdirmişəm sizə göstərəcəyəm. Mən əvvəlcə aldığım bu qaşıqlıqları hamısını yaxşı yuyuram. Sizə tövsiyə edirəm ki, Temu'dan ümumiyyətlə alış-veriş səhifəsində nələr almışsınızsa mütləq sürətdə yumaq lazımdır. Təmiz yuduqdan sonra, geyimləri də yuduqdan sonra istifadə etmək lazımdır. Təbii ki, elektronikadan başqa bütün məhsulları yuaraq istifadə etmək lazımdır. Və bu köhnə dəstləri götürüb yığışdırıram və yerinə yenilərini əlavə edəcəm. Artıq bu dəstlərdən vidalaşmağın vaxtıdır. Taxta qaşıqlarında gördüyünüz kimi
çoxsu yanıb, tərk olub artıq. 7 illik qaşıqlardır. Düşünürəm ki, dəyişməyin əsas zamanı idi. Bu qaşıqlıqları götürürük və yerinə yenilərini əlavə edirik. Və bu da mənim şiirməm. Bu kənarda gördüyünüz qaşıqlıqları əvvəlki kargo videolarımı izləyənlər görmüşdür artıq. Əgər izləməmisinizsə mütləq izləyin və necə əldə etdiyimi öyrənin. Və kiçik qaşıqlarımı da bura yerləşdirdim. Və videonun sonuna gəldik. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.